Salam əziz şagirdlər. Bugünkü dərsimizdə biz mövzu sınaq 7-nin suallarına baxacağıq inşallah bir yerdə. Başlayaq birinci sualdan. Manna dövlətinə aiddir. Şərqdə Xəzər dənizindən qərbdə Göyçə gölünə qədər olan əraziləri əhatə edirdi. Göyçə gölünə qədər ola bilməz, çünki Göyçə gölü şimaldadır, Manna isə cənubdadır. Eramızın əvvəllərində Göyçə göl ətrafında meydana gəlmişdi. Xeyr, Urmiya göl ətrafında vilayət canişinləri tərəfindən idarə edilirdi, xeyr, hökmdar tərəfindən idarə edilirdi. Tarixi Azərbaycan torpaqlarında eramızın əvvəllərində meydana gəlmişdi. Bu da səhvdir, eramızdan əvvəl meydana gəlmişdi. Qədim dövrdə Araz çayının cənubda yerləşən torpaqlarda meydana gəlmişdi. Qədim dövr, eramızdan əvvəl qədim dövr saldığına görə burada cavab Y-dir. İkinci suala gəlirik. Aşağıdakı hadisələrdən hansıların nömrəsini dəyişdikdə düzgün xronoloji cavab alınır? Deməli, xilafətin Azərbaycan torpaqlarını hakimiyyəti altına alması 7-ci əsrdə başlayır və 7-ci, 8-ci, 9-cu əsrləri əhatə eləyir. Bərdənin paytaxt şəhərə çevrilməsi 5-ci əsrdir. Naxçıvanın paytaxt şəhərə çevrilməsi 12-ci əsrdir. Şirvanşahların Ağqoyunlularla müttəfiq olması, bu da 15-16-cı əsrdir. Ona görə də biz burada 1 ilə 2-nin yerini dəyişməliyik və ona görə cavab Y-dir. Davam edirik. Üçüncü sual. Eldənzilər dövləti ilə Şirvanşahlar dövlətinə aid oxşarlıq. Deməli, biz bilirik ki, bu dövlətlərin bir neçə oxşarlığı var. Ən başlıca oxşarlıqlardan biri şimalda yaranmasıdır. Baxaq görə şimalda yaranması varmı? Deməli, yoxdur. Digər oxşarlıqlarına baxaq. Ərəb xilafətinin zəifləməsi nəticəsində yaranmaq bu ancaq Şirvanşahlara aiddir. Hökmdarlarından birinin sultan titulu daşıması bu da eldənzilərə aiddir. Kürdən cənubdakı Azərbaycan torpaqlarında yaranmaları bu eldənzilərə aiddir. Şirvanşahlar Kürdən şimalda yaranıb, oxşarlıq olmur. Məsələn, Arazdan şimalda olsaydı, onda oxşarlıq olardı. Qızılbaşlara qarşı mübarizə aparmaqda bu ancaq Şirvanşahlara aiddir. İntibah mədəniyyəti dövründə mövcud olmuşdu. İntibah mədəniyyəti dövrü bizim kitabımıza görə 11-12-ci əsrlər nəzərdə tutulur və həm eldənzilər, həm də Şirvanşahlar 12-ci əsrdə mövcud olduğuna görə burada doğru cavab Y-dir. Dördüncü suala baxırıq. Məntiqi ardıcılığı tamamlayın. Xürrəmlər hərəkatı və Ərəb xilafətinin zəifləməsi. Yəni, Xürrəmlər hərəkatının baş verməsi nəticəsində Ərəb xilafəti zəiflədi və Ərəb xilafətinin zəifləməsi nəticəsində hansı məntiqi nəticəni çıxara bilərik? Azərbaycan dövlətçiliyi bərpa oldu. Belə ki, Şirvanşahlar yarandı və beləliklə dövlətçiliyimiz bərpa oldu. C cavabı doğru cavabdır. Beşinci sual. Doğru olmayan fikirləri müəyyən edin. İlk yaşayış məskənləri yaranmışdı daş dövründə. Bu doğru fikirdir. Qəbilələr arasında münaqişələr baş verirdi əlverişli ərazilər uğrunda. Doğru. Ovçuluq yaranmışdı. Bu da doğru. Yəni biz burada nə istəyir bizdən? Doğru olmayan. Deməli bu da doğrudur. Bunu çıxırıq. Ovçuluq yaranmışdı. 1-2-ni çıxırıq zaten. 1 və 2-ni çıxanda burada onsuz da 3-4-5 qalır. İndi oxuyuruq yenə də. Ovçuluq yaranmışdı daş dövrünün sonlarında. Səhvdir. Daş dövrünün əvvəllərində. Azıq mağarası aiddir dəmir dövrünə, xeyr, daş dövrünə. Toxa alət ixtira edildi Tunc dövründə, xeyr, daş dövründə. Deməli burada doğru olmayan fikirlər 3-4-5, yəni B cavabıdır. 6-cı sual. Manna, Atropatena və Albaniya dövlətlərinin heç birinə aid olmayanı müəyyən edin. Eradan əvvəl 1-ci minilliyin 1-ci yarısında yaranmışdı. Bu Manna dövlətinə aiddir. Yadelli hücumlarına məruz qalmışdı. Hər birinə aiddir. Romalılara qarşı mübarizə aparmışdı. Atropatena və Albaniya aiddir. Paytaxtı Göyçə gölü sahillərində yerləşirdi. Bu əlbəttə ki, heç birinə aid deyil. Kür çayından şimaldakı Azərbaycan torpaqlarını da əhatə edirdi. Bu Albaniya aiddir. Paytaxt məsələsinə gəldikdə bilirsiniz ki, Mannanın paytaxtı Urmiya gölü yaxınlığındaydı, eynən Atropatenanın da paytaxtı. Albaniyanın paytaxtı isə Qəbələ, Kürdən şimalda yerləşirdi və Bərdə isə Kürl-Araz çayrasında yerləşirdi. Göyçə gölünə yaxın bir ərazi kimi də görsənə bilər, amma sahillərində deyil. Ona görə də aldanmamaq lazımdır. Burada cavab, bir daha deyirəm, D-dir. 7-ci suala baxırıq. Eldənzilər dövləti Bayandurlu dövlətindən fərqli olaraq 12-ci əsrdə mövcud olmuşdu. Bəli, biri budur, bir fərq. Qalibiyyətli müharibələr nəticəsində yaranmaq Bayandurlunun eldənizdən fərqidir. Kürdən şimaldakı Azərbaycan torpaqlarına da yaranmaq bu heç birinə aid deyil. Azərbaycan torpaqlarını vahid dövlət halına birləşdirmişdi. Bu da əlbəttə ki, eldənzilərin Bayandurlu dövlətindən ən böyük fərqlərindən biridir. 1-4 deməli doğru cavab D-dir. 8-ci sual. Göstərilənlər aiddir. Albaniya memarlığına aiddir. Kürdən şimaldakı torpaqlarımızda yerləşir. Təbii ki, söhbət burada Pəri qalasından gedir. Y cavabı. 9-cu sual. Atropatena dövlətinə aid deyil. Roma dövlətinə qarşı mübarizə aparması aparıb.
Albaniya dövlətinin daha sonra süqut etməsi xeyr, biri budur. Məsələn, aparıb deməli birləri burada çıxırıq. Baxın. Artıq əlimizdə iki variant qalır. Atropatın Romalılara qarşı mübarizə aparması bu da səhvdir. Üçü də çıxırıq. Deməli, bu səhvdir də. Səhv olduğuna görə 3 doğru cavablardan biridir. 4 Ərəb xilafətinin asılı hala düşməsi düşməyib. Paytaxtın Qazaq olması bu aiddir. 5-i də çıxırıq zaten. 2 3 4 D cavabı doğru cavabdır. 10-cu sual. 12-ci əsrin ilk yarısında Azərbaycanda baş vermişdi. İlk yarısı nədir uşaqlar? 1 ilə 50 arası. Deməli 1101 ilə 1150 arası. İlk dövlətin yaranması xeyr, eramızdan əvvəl yaranıb. İlk dəfə müdafiə qalaları inşa edilib eramızdan əvvəl. Şamaxı şəhəri paytaxt şəhərə çevrilmişdi. Artıq 9-10-cu əsrdə Şamaxı paytaxt idi. Güclü və vahid dövlətin meydana gəlməsi. Bəli, nəzərdə tutur Eldənizlər dövlətini. İqtisadiyyat və mədəniyyət tənəzzül etməsi tam tərsinə, tərəqqi etməsi. 12-ci əsrdə Eldənizlərin yaranması nəticəsində Azərbaycanda iqtisadiyyat və mədəniyyət tərəqqi etdi. Tərəqqi inkişafdır, tənəzzül zəifləməkdir. 11-ci suala baxaq. 1-ci minilliyin birinci yarısı Azərbaycan şimal torpaqlarında baş vermiş hadisələri müəyyən etməli. 1-ci minilliyin birinci yarısı dediyinə görə söhbət 1, 2, 3, 4, 5-ci əsrlərdən gedir. Xristianlıq dini ümumiyyətlə Azərbaycanda yaranmayıb, biri çıxırıq. Bərdə şəhəri paytaxta çevrilmişdi 5-ci əsrdə. 5-ci əsr olduğuna görə bu sayılır. 1-ci minilliyin birinci yarısıdır. Bütün Azərbaycan torpaqlarını əhatə edən vahid dövlət bu əsrlərdə bilirsiniz ki, mövcud olmayıb. İlk dəfə Azərbaycan müstəqil şəkildə 10-cu əsrdə birləşdirilib. Deməli 3 baş verməyib və 3-ü də çıxırıq. Xəzər xaqanlığı yaranmışdı. Xəzər xaqanlığı Azərbaycanda yaranmayıb. Yerli hökmdarların hakimiyyətdə idi. Bəli, Albaniya 8-ci əsrə qədər yerli hökmdarlar tərəfindən idarə olunub. Ona görə burada cavab 2-5 A cavabıdır. 12-ci sualla davam edirik. Uyğun cavabı müəyyən edin. Şamaxı şəhərini paytaxt etmişdi. Şamaxı şəhəri Şirvanşahların paytaxtı olub. Deməli, burada cavab ya buradakı birləri götürməliyik. Sonra deməli ya A ya da Y-dir. Bunları çıxırıq. 15-ci əsrdə Osmanlı ordusuna məğlub olmuşdu. Bu deməli Bayandurlu dövlətidir. Deməli 2 olmalıdır. Bura getməlidir. İntibat dövründə cənubda sərhədlər İran körfəzinə qədər idi. Söhbət burada Atabəylərdən, 12-ci əsr Atabəylərdən gedir. Deməli 3 də bura gedir və 15-ci əsrdə Şirvanşahlar ordusuna qalib gəlmişdi. Burada deməli bu məsələ nəyi nəzərdə tutur burada? Qara Yusif Şeyx İbrahimə bildiyiniz kimi qalib gəlmişdi 15-ci əsrin əvvəllərində. 4 də bura gedir. Deməli cavab Y-dir. Davam edirik. 13-cü sual. Verilmiş tarixi şəxslərdən heç birinə aid olmayanı müəyyən edin. Heydər Kavusoğlu, Babək Eldəniz, Qızıl Arslan. Xilafət ordusuna sərkərdəlik etmişdi. Xilafət ordusuna sərkərdəlik edən Heydər Kavusoğludur. Babək, deməli Azadlıq hərəkatının rəhbəri idi Babək. Bu da aiddir. Atabəy olmuşdu Eldəniz. Bu da aiddir. Yeni bir dövlət yaratmışdı Eldəniz. Bu da aiddir. Səlcuq dövlətinin şahzadəsi idi heç biri. Burada əgər Arslan Şah olsaydı, bəli, diqqətli olmaq lazımdır. Arslan Şah Səlcuq şahzadəsi və sonradan İraq Səlcuq sultanıdır. Qızıl Arslan isə Eldənizlər, Atabəylər dövlətinin hökmdarıdır. Bunları deməli bu şəxsləri qarışdırmaq olmaz. 14-cü suala gəlirik. Deməli Daş və Tunc dövrlərinin heç birinə aid deyil. Əmək alətlərinin təkmilləşməsi hər dövrdə olub. Deməli 1 ilə başlayanları çıxırıq, A-yə getdi. İnsanların torpaq işi ilə şumlaması bu Tunc dövründə baş verib. 2-ni də çıxırıq, B variantı getdi. Əmək alətlərinin yalnız daşdan hazırlanması, bilirik ki, yalnız ifadəsi heç bir dövrə aid deyil. Əsasən olsaydı, biz bunda daş dövrünü götürər nəzərdə tutardıq. Deməli, bu aid deyil. İnsanların əkinçi ilə məşğul olması daş və Tuncda da olub. Deməli, 4-ü də çıxırıq və cavab C qalır. 3-5, 5-i də kontrol edirik. Azərbaycan dövlətlərin yad elli qarşı mübarizə aparması dövlət, nə daş və nə də Tunc dövründə dövlətlər olmayıb Azərbaycanda. Deməli, 3-5 doğru cavabdır. 15-ci suala baxırıq. Hadisə nəticə əlaqələrini doğru verdiyi cavab müəyyən edin. Atabəylər dövlətinin yaranması nəticəsində yadelli güclərin qarşısı bir dəfəlik alına bilməz. Səhvdir. Ərəb xilafətinin zülmkar siyasətinin artması ilə azadlıq hərəkatı başladımı? Bəli. Atabey Eldəniz arana hakim təyin edildi. Doğru. Nəticədə cənubda dövlət yarandı mı? Xeyr. Şimalda yarandı. Səhvdir. Aslan Şahın sultan seçilməsi, deməli Şəmsəddin Eldənizin Böyük Atabey adlanmağa başlanması. Bəli, seçilməsindən sonra Eldəniz həm də Böyük Atabey adlanmağa başladı. 2-4, Y cavabı doğru cavabdır. Davam edirik 16-cı sual. 15-ci yüzilliyə aiddir. Səfəvilər ordusunun Osmanlı ordusuna məğlub olması. Səfəvilər ordusu Osmanlılarla 16-cı əsrdən savaşmağa başlayıb. Deməli, A cavabı olmaz. Həsən bəyin Qaraqoyunlu ordusuna qalib gəlməsi. Həsən bəy bəli Qaraqoyunlu ordusuna qalib gəlib və Təbrizi tutub. Böyük Səlcuq imperiyası parçalanması 12-ci əsrdir. Eldəniz Böyük Atabey adlandırılması o da 12-ci əsrdir. Şirvanşahlar dövlətinin varlığına son qoyulması da
16-cı əsrdir. 17-ci suala baxırıq. 12-ci əsr Azərbaycan tarixinə aiddir. Kürdən şimaldakı torpaqlarda yeni bir dövlətin əsasının qoyulması. Xeyr, Kürdən cənubda. Burada Eldənzilər nəzərdə tutulur və bu Eldənzilər bilir ki, Kürdən yox, Kürdən şimalda yox, Kürdən cənubda, Arazdan şimalda, yəni Kürlə Araz arasında yaranıb. Biri çıxırıq, birlə olanları çıxırıq. Rusların ilk dəfə ölkə ərazinə hücumu, bu bilirik ki, ən azından 10-cu əsrdə Slavyanlar, Ruslar Bərdiyə hücum edib. Deməli, bu da səhvdir, ikini də çıxırıq. Ərdəbil hakimi yaranması 13-cü əsrdir. Onu da çıxırıq, üçü də çıxırıq. Azərbaycanın vahid dövlət birləşdirilməsi, bəli, 12-ci əsrdə Eldənzilər tərəfindən. Azərbaycan dili də həm də vahid ünsiyyət dili idi 11-12-ci əsrdə artıq. 4-5, deməli doğru cavab D-dir. 18-ci sual ərəblər hakimiyyət dövründə Azərbaycanda baş verməmişdi. Azərbaycanda yeni müstəqil dövlətin yaranması, elə budur da doğru cavab. Çünki ərəblərin hakimiyyəti başa çatmalıdır ki, Şirvanşahlar və Sacıoğullar dövləti yaransın. Digər hadisələr Afşinin xilafət ordusuna başçılıq etməsi, Bəz qalasının ərəblər tərəfindən tutulması, xalq azadlıq hərəkatının davam etməsi, xilafətin özünün bütün gücünü xürrəmlərə qarşı yönəltməsi, bunlar ərəblərin hakimiyyət dövründə baş vermiş hadisələrdir. 19 intibah mədəniyyət dövründə Azərbaycanda, yəni 11-12-ci əsrdə Azərbaycanda iqtisadiyyat və mədəniyyət tənəzzül etmişdi. Xeyr, bayaq da dediyimiz kimi, vahid Azərbaycan dövləti meydana gəldimi? Bəli, söhbət burada Eldənzilər dövlətindən gedir. Eldənzilər dövləti Şirvanşahların varlığına son qoydu mu? Xeyr, Səfəvilər tərəfindən qoyulub. Atabəylər dövlətinin ilk hökmdarı sultan titulu götürmüşdü. Xeyr, Eldəniz sultan titulu götürməyib. Səhvdir, Bərdə paytaxt şəhəri çevrilmişdi 5-ci əsrdə, əlaqəsi yoxdur. Gəldi 20-ci suala. Uzun Həsən Qara Yusifdən fərqli olaraq ölkəsinin inkişaf etməsinə çalışmışdı, hər ikisi çalışmışdı. Orta əsrlər dövründə hakimiyyətdə hər ikisi olub. Qalibiyyətli müharibələr nəticəsində yeni dövlətin əsasını hər ikisi qoyub. Deməli, Səfəvi dövləti ilə mübarizə aparmışdı. Heç biri mübarizə apara bilməz. Çünki Səfəvilər dövləti 16-cı əsrdə yaşayıb. Bunların isə hər ikisi 15-ci əsr hökmdarlarıdır. Osmanlı Sultanı 2-ci Mehmet ilə mübarizə aparmışdı. Bəli. Burada cavab Y olur. Gəlirik 21-ci suala. Uyğunluq pozulmuşdu. Deməli, 15-ci əsrdə Azərbaycanda dövlət qurmuşdu Qara Yusif. Düzdür. Qaraqoyunlu bəyliyin əsasını qoyulmuşdu Azərbaycan cənub torpaqlarında, səhvdir. Van gölü ətrafında qoyulmuşdu. Elə burada doğru cavab B-dir. Digər cavablarda kontrol edək. 15-ci əsrin ikinci yarısında rəqib idilər Uzun Həsən və 2-ci Mehmet, düzdür. Sazilər və Teymurlər dövlətinə oxşarlıq türk dövlətləri olmaları, düzdür. 11-ci yüzillikdə Şirvanşahlar dövləti asılı halda idi Səlcuq dövlətindən. Bu da doğru ifadədir. Gəlirik artıq açıq suallara. 22-ci sual. Orta əsrlərdə Bərdə şəhərinin inkişafına şərait yaratmışdı. Deməli, xilafətin paytaxtı olması. Xilafətin paytaxtı olması deməli olmayıb, ola da bilməz. Ərəb xəlifəsinin canişininin və yaxud canişinliyinin mərkəzi olub. Bu demək deyil ki, xilafətin paytaxtı olsun. Xilafətin paytaxtı Ərəbistanda yerləşib. 2. Rusların hücumuna qarşı xalqın birləşməsi. Bu Bərdə şəhərinə aid bir hadisədir, amma təbii ki, bunun inkişafına heç bir əlaqəsi yoxdur. Bunda çıxırıq. Paytaxt şəhəri olması doğru və karvan yolları üzərində yerləşmək inkişafa səbəb ola bilər. O yüzden bu orta əsrlərdə olub. 23-cü sual, xronoloji ardıcılığı müəyyən edin. Deməli, əkinçilik meydana gəlməsi, daş dövrü, ovçuluğun yaranması daş dövrü, əkinçilikdə xışdan istifadə tunc dövrü. Amma bilir ki, ovçuluq daş dövrünün əvvəllərində yaranıb, ona görə də 2, 1, 3 ardıcılığı ilə olmalıdır. 24-cü suala gəlirik. Ulduzla işarələnmiş dövlətin 12-ci yüzillik tarixinə aid doğru ifadəni seçin. 12-ci yüzillikdə ulduzla işarələnmiş ərazi Şirvanşahlardır və Baharlı dövləti ilə həmsərhəd olması ola bilməz. Baharlı dövlət 15-ci əsrdə yaranıb. Xilafətin parçalanması nəticəsində meydana gəlməsi bu 9-cu əsrdə baş verib. Atabəy Eldəniz tərəfindən tabe edilməsi bəli 3. Doğru cavab 12-ci əsrdə Şirvanşahlar Atabəy Eldəniz deməli özünə tabe eləyib. Paytaxtın Şamaxı olması deməli 12-ci əsrdə paytaxt Şamaxı olub. Bunu da götürürük 4 və Azərbaycan torpaqlarından vahid dövlət halına birləşdirməyib Şirvanşahlar. Ona görə 3-4 doğru cavabdır. Və nəhayət 25-ci sual, uyğunluq sualı. Burada uyğunluğu müəyyən etmək lazımdır. Venn diaqramıdır. Qədim dövrdə Azərbaycanın şimal və cənub torpaqlarında baş vermiş hadisələri müqayisə etməliyik. Deməli, A cavabında deyir ki, Romalıların işğalçılıq yürüşlərini etməsi. Romalıların işğalçılıq yürüşləri etməsi həm şimala, həm də cənuba olub. Çünki biz onu Albaniyada və Atropatenada da görürük. Deməli, 3 ortaya getməlidir. A ortaya getməlidir, yəni 3-ə. İslam dininin geniş yayılması bu orta əsrlərdə baş verib. Qədim dövr istəyir bizdən. Qəbələnin paytaxt olması bu təbii ki, şimalda baş verib, birə gedir. Atropatın Roma dövləti ilə mübarizə aparması apara bilməz və ən qədim dövlətimizin yaranması da cənubda baş verib. Söhbət Mannadan gedir. Deməli, burada nə olur? 1 deməli olur şimalda, deməli nə oldu? Şimal olur C, 1 olur C. Sonra 2 olur cənub. Cənuba aiddir Y. Cənuba aiddir Y.
və ortaya da aid, 3-ə də aiddir. Deməli A. A da 3-ə aiddir. Belə, əziz şagirdlər, beləliklə bu dərsimiz də başa çatdı. Növbəti video dərslərimizdə görüşənə qədər Allaha əmanət olun, sağ olun.